Salam hörmətli izləyicilər, kanalımızın abunəçilərim. Lənkəran Lisey Futbol Liqasındayıq və qrup mərhələsinin sonuncu turudur, sonuncu oyunudur. Kimlər qarşı-qarşıya gəlir bugünkü oyunda? Solda yaşıllar. Yaşıllar 2012'lər, qaralar 2011'lər. Çox maraqlı oyun. Bizi gözlüyoruz. Suyo. Fit vererli oyunda başladı. Tak bir heyetlere bakım. Görüm kim var, kim yok. Kim var, kim yok. Neyse bugünkü oyun biraz Raslabitska vəziyyətdədir hamım. Biraz elə bir ki, heç elə bir ki oyuna köhlənməyiblər. Komanda elə bir ki, heç bugünkü oyuna köhlənməyiblər. Əsasda 2013'lər gördüğünüz kimi 2 nəfər əksik gəlib. Tak, deməli komandaların heyyətinə baxım. 2012'lərdən başlayaq. 2012'lər Tural Brezilya 2012'lər Kapıda Yunis'ti. Daha doğrusu Yunis daha doğrusu 2011'ler oyuncu istidir. Ama hələ ki rəqibin qapısında durub qapısında. Tak, müdafiədə Elvin'di. Sağda Maga'dı, solda Elvin'di. Hücumda Tural və əlbəttə ki Şahin. Start heyət yaşlılarda belədir. Əks tərəf 2011'də qapıda Niyamdı, müdafiədə solda gələn Mirzə, sağda Mirzə Evrəşid, hücumda oynayacaq Murat və Tural, Şah Tural və Zadzızı və Zamində də profesional statistik turunun təşkilatçısı Orxan Əlisoy. Start heyətlər yanı belədir və bəllidir. Görək indi bu oyunda hansı takım daha yaxşı nəticə əldə edə biləcək. Yaxşı zərbə idi, amma kişi qapçıyız Niyam pişik kimi maşallah. Tıdı gözləməzi yaxşı oynadı. Tural, hop, xarroş, krasavçik. Sola Şahin qapıyor Niyam yerində. Niyam əddin. Bəli, bu adı özdükü var. Niyam əddin. Tural, Şah. Bugünlər uğur yoxdur. Uğur gəlməyib. Bugünləri Uğur 2011'lerin heyətində yoxdur, amma güman edirik ki Uğur heyətdə olmasa da 2011'lər yaxşı profesional statistik futbol göstərə bilər. Bu ötürmə qəşəng, xaroş, Elvin və burada out. Bəx qeyd edədiyim kimi bu oyun qrup mərhələsində sonuncudur. Komandalar bundan sonra gedirlər hara gedirlər komandalar gedir play-off'a. Yəqin ki yarım final və final olacaq. Yoxsa 4-də 1 də var hələ. Şahin çəkdi, baxdı, gözlədi, qabağını kəsdilər, uzaqlaşdırdılar Maga və arxaya qapçı ilə sola Tural qəşəng, hoppa, krasavçik, alsana gol gəldi, Maga profesional statistik oyuncusu Maga qol vurdu. Hesab 1-0. Dəqiqəsini qeyd edilə, zəhmət olmasa verməliyim. Dəqiqəsini qeyd edilə. 1-0 2012'lərə çıxdılar və görə indi cavabı necə olacaq? Rəqibin 2011'lerin qeyd edədiyim kimi komandalar 5-5 oynayırlar. Çünki 2012'lər məsələn 4 nəfər gəliblər. 4 nəfərdilər və hətta 2011'lər qapısını da özlərindən onlara təqdim ediblər. Orxan meydançıya daxil olub. Qoldan sonra görə indi onun meydançıda olmağı komandasına nə qədər doğru dürüst dəstək olacaq. Qəşəng, bırakdırma, qapıcı yerində. Xarroş. Maraqlı oyun gedir.
Deyərdim mən əgər maraqlı oyun geçsəydim. Amma hələ ki sürətli deyil. Hələ ki tempo aşağıdır, yəqin havadandır. Havadan da hava güneşlidir. Qəşəng. Turalın zərbəsi yağı alınır. Ya burada out. Out. Hakim deyir outdur. Maga. Maga irəliyəcək. Maga getdi, keçdi mərkəzdə birini. Maga gedir. Maga pasını verdi. Şahin. Və Niyam yerində. Pişik gibi qapçı, pişik gibi. Pişik gibi bir qapçı da dünya məlaqətində bu çempionatda da fərqlən sayılıb sadalanan bir qapçı istərdən biri də Niyam. Tural başladı. Turalın bir obisi adı da var. 2 adla oynuyor Tural. 2 adla oynuyor bu profesyonel oyuncu. Bir adı deməli Turaldır. Obisi isə nə oldu topa? Top ilişdi orada. Top ilişdi, getdi, qaldı orada. Obisi top yoxdur. Yəni buradakini oynaya bilərsə ki. Və hətta orada yer də var imiş ki, topu çıxartsınlar. Və top da çıxartdılar. Hə, onu deyirdim. Tural bir adı Turaldır, o birisi adı isə Əfran. Və çox vaxtda siz yəqin ki, eşitmişsiniz bu məşhur adı Əfran Tural. Bəli, bu həmən o Əfran Turaldır ki, bu dəqiqə meydançada at oynatmır. Yox, atı oynatmır, sadəcə futbol oynayır özü. Qəşəng, bu burada Tırməc çox hündürdən getdi. Rəşid topladı, Rəşid qapıya və burada out. Kim out qeyd elədim? Turalşax. Qapçı yerində. Elvin kontratak ola biləcək. Şahin qapıya. Qapçı çıxartdı Elvin. Gözəl Mağanın zərbəsi biraz dəqiq olmadı. Tural tabanla ötürmə getdi. Və qapçı yaxşıdır. Qapçı malades. Və qapçı yerində. Bravo. Qapçı Yunis. Qırmızı koftalı oğlan. Dəqiq deyir ötürmə. Rəşid, Turalşax. Sola. Rəşid, baxışlayın. Oy, Rəşid nədir? Muradı baxışlayın. Qossar azı qala burada. Top qapı istiqamətində gedirdi. Amma ki tut biraz. Həm də Orxanın başı imkan vermədi bu söhbətə. Elvin. Az qala 2 top gələcəkdi. Az qala çıxıb. 2-2'lər Rokka veriyor izini. Və daha bir İqlavoy. olacaq. Daha bir İqlavoy. Tural. Əfran. Xarroş. Zərbə yaxşıydı amma müdafiəçilər blokladı. Qəşəng. Orxanın zərbəsi. Olmadı. Gələn Mirzə meydançıya qayıtdım. 2011'lerin heyətində. Elvin. Sola. Maga. Qəşəng. Oyna. Top xətti keçmiyor, oyna. Orxan. Dəqiq deyil. İstidir hava biraz boğucudur, İngil var da. Burada da həm də qapalı məkandır. Qapalı məkanda tim boylar isti. Bürkü isti və boğucu hava hissi olunur. Elvin. Baxdı. Hop qəşəng. Davançıqay. Alca da yox gəlmədi. Baklava gəlmədi bu səfər. Qalamirza başladı. Niyam. Qalamirza. Rəşid. Mirzəyev gedir. Türkiye'də Mirzəyev.
Alındıra bilmədi. Yox, Orxan qəşəng. Hopa. Və uzaqlaşdırdılar. Yox. Və qəşəng oynadılar. Yaxşı oynadılar burada müdafiəçilər. Müdafiəçilər burada əla oynadılar. Rəşid. Sağa. Orxan və top bitirdi. Maga. Növbəti hücumu yaşlılar quracaq. Sola. Tural. Gözəl. Elvin. Elvin baxdı, gözlədi. Sola oynadı. Maga. Şahin'i qoşdular. Şahin. Tələsmir. Şahin tempoda o qədər yüksək deyil və bu ötürmə çox güclüydü. Zamin baş verdim. Hakim deyir. Zamin baş verdim. Qalamirza. Orxan. Sağa. Murat gedir yavaş-yavaş sağ cinahla irəliləyir, tələsmir. Bir Kastanyo oynamaq istədi, alınmadı. Turalşah. Blokladı müdafiəçilər. Şahin. Maga. Maga özü gedir mərkəzdən pası verdi. Bir Kastanyo qaytardılar. Maga topadı sağ cinahda. Pas dəqiq deyil. Qalamirza. Qalamirza arxaya. Turalşah. Turalşah irəliyir, mərkəzdən gedir. Qabaqda heç kim yoxdur. Sola. Qalamirza. Arxaya get top. Turalşah. Orxanı qoşdular. Qapıya vura bilər. Gecikdi biraz. Ey Qlavoy. Yox, qapıdan üstəm, qapıdandır. Hakim daha yaxın idi. Tural burada topu uzaqlaşdırdılar. 3-ün 2-yədir. Sağı qoşdular. Turalşah və burada qapıdan da çox rahatcana başladılar da. Şahin. Oy. Какой момент əldən getdi. Какой момент əldən getdi. Какой момент. Və Elman gəldi. Yonis qapsın. Suxoy saxladı getdi. Qapsın və Elman. El arasında krasavçıq Elman kimi tanınan Elman. Məşhur Elman. Elman məşhur. Və 5-5'e devam edir oyun. Tural axtarır, kimsə axtarır. Tapdı mı? Dəqiqdir. Nəyəsə 2011'lerin onu getmir. İstədikləri kimi alınmır. Dəqiqdir ötürmə. Qələmirza. Sola getdi. Turalşah. Probler qapıya vurdu da bloklandı. Maga irəliyir. Və bu da gol. Avtogol. Qələmirzədən avtogol gəldi. Qalamirza və bu zərbəni vuran da bu kişiydi. Daha doğrusu ötürməni eləyən. 2-0. 2-0'dı. 2-0'dı hesap. İştiraf. Devam. Və bir dənə iştaf qeyd olundu. Hələ ki follar 1-0'dı. Stenka alındı elə bir kimi. Gözlənilmədən. Niyam məyusdu biraz. Deyirəm bu neydi belə. 2 dənə top Yevşi 2 dənə top. Turalşah. Ay. Sənə bu neydi? Şahin. Maga. Qəşəng zərbə. Qapçı yerindədir. Niyam. Yunis. Murat.
Murad sağa. Baxdı. Yox. Narazıdır. Orxan narazıdır komandasından. Vəziyyət o qədər də yaxşı deyil. Ürək açan deyil. Ürək açan ürək deyil. Açan ürək deyil. Açan ürək deyil açan. Götür Məhəmmədi. Tələsmir 2012-lər, tələsmir. Və daha bir out yaşlılarında. Arxaya. Elvin. Sıx da sıx onu. Şahin. Bırak gel, vermə buna. Verməsin buna. Hələ qaçdı. Şabaz orada niyə gəlirsən? Tutdu onu. Tural getdi, Tural və burada yenə də qaralar yaxşı oynadı. Qabağını kəsə bilirlər hələ ki. Bəzi kəskin hücumların, amma 2 dənə top yeyiblər də ki. Tak şutu yanı. İndi Yunus bırakma. Bırakma. Arxaya. Sola getdi, top, Tural. Nə varsa? Tələsmə. Ver Yunus'a. Qapıya zərbə idi, ötürmə idi, nə idi bilinmədi. Sola. Açıl. Turalşax. Təri. Turalşaxın zərbəsi dəydi. Azcaca, dınqaca biraz, dınqaca. Bu top qapıya. Əllə Şahin. Elvin. Şahin, sola getdi top. Sən qayıt. Əfran. Sağa getdi mi top? Maga. 2 nəfərlə hücum vururlar, arxadan dəstək oldu Elman. Elman tələsmir, tempo o qədər yüksək deyil. Maga. Qapçı ilə. Elman. Sıxdın da onu. Və burada top keçdi rəqibə. Niyam. Tez. Qələmirzə. Arxaya. Murat. Niyam sağa getdi. Sol cinaha Murad. Çox sürətli top. Ram eləyə bilmədi. Şapaz. Qapıya zərbə idi nədir? Gəlsən buna. Ötür Orxan da nəsə. Gördüyünüz kimi heç də yaxşı nastıran yerdə deyil, vəziyyətləri yaxşı deyil. Qalavirzə. Döndü. İyi. Qapçı yerində. Murad. Gol. Altına geldi baklava. Altına geldi baklava Murat'tan. Murat'tan baklava geldi. Murat'tan bir tane baklava geldi. Şıpşirin baklava geldi Murat'tan. 2-1 oldu hesap. 2-1. 2-1. Bir top farkı var oyunda. Tural. Güzel. Şahin. Qabağına Turalşax var. Yox, keçə bilmədi. Keçə bilmədi. İmkan vermədilər. Və qapıdan. Əllə. Əllə başla. Sağa, Qalavirzə. Qapçı ilə oynadı. Niyam mərkəzə, Yunis. Qalavirzə. Səhv ötürməkdir bu. Alta çıxartdı Elman. Təqribən 19 dəqiqə yerdə qalıb oyunda, təqribən 19 dəqiqə. 2-1'dir hesab. Hesabı 2-1'dir. 2012'lerin xeyrinədir vəziyyət. Elman baxdı, gözlədi, sağa ötürdü və sola. Krasavçık. Heç nə yox, topun üstə yıxıldı, heç nə yoxdur orada. Ştanga. Ех, ой-ой-ой-ой-ой. Какой гол, Эльман.
Elman adını tabloya yazdırdı. Elman. Elman el arasında krasavçik Elman kimi tanınır Elman. Hesabı 3-1 elədi Elman. Bravo Elman. Bravo. Samir dəqiqələri qeyd edirsən yəqin ki. Düzəyiz. Çox sağ olun. Minnətdaram. Bu da cavab gəldi. Bu da cavab gəldi. Çox özünü gözlətmədi. Tural Şah. Hesabı 3-2 eləyir. Tural Şah. Hesabı 3-2. Yenə bir topa düşdü fərq. Yenə bir topa düşdü fərq. Və görək indi. Görək indi bu oyunun davamı necə olacaq. 5 top görmüşük. Qəşəng oynadılar arxaya. Elvin keçdi qapıya. Maqa, hoy, nə qorsun? Nereye vuruyorsun abi? Out. Orxan başlayacaq out'u. Tural, Orxan və az qala. Burada top qapıya girəcəkdi. Yonis, Orxan və uzaqlaşdıracaqlar. Yox. Əks hücum qurmaq istəyir yaşlılar. Sola Elman. Hoppa! Alca da qapıcı yerində. Bravo qapıcıyız. Bravo. Orxan topa çatdı. Keçdi daha qarağı yaxı imkan verir. Yəksər Elman'a qızırı. Zərəcə yaxşı oldu. Narahat olma. 8 olacaq. Qalamirzə. 3 dəfə birdən sıxırı. Tural Şah. Hoppa! Qapıcı yerində. Maqa. Sola. Elman. Hoppa. Sola Elman. Krasavçik. Hop. Zərbəsi bloklandı. Zaman baş verdim. Elman baxdı. Gözlədi, pasını verdi. Arxaya. Alzada. Krasavçik. Yox, keçmədi top. İyi. Tural Şah. Mərkəzə. Yonis. Ay sarı. Nəsə olacaq orada yəqin ki. Çox uzandı söhbət və qapıcı Elvin yerində. Hoppa. Şahin. Sağcını axtar eləyir. Təkdir, kömək yoxdur. Arxada komanda yoldaşların qoşdu. Əfran sola. Elman, Maqa. Maqa. Çox tempo aşağı deyə oyunda. Fikir ver. Fikir verir. İqlavoy. İqlavoydan. Sola. Söyledi. Alınmayan dalım rega. Top lazım olan yere getmir. Qalamirzə. Baxdı Qalamirzə. Gözlədi ya. Biraz jiv oyunlar biraz. Sağa Yunis. Ha nereye veriyor nereye? Tural. Kapıyor zərbə. İyi qapçıyız. Elvin yaxşı oynadı. Time'ın bitməyinə təqribən 1 dəqiqə vaxt qalıb. Alsa da yerli qol. 3-3 Raşid Mirzoyev. Mirzoyev Raşid qol vurdu. Bu tanınmış futbolist. Raşid Mirzoyev. 3-3. Time'ın bitməyinə dedim ki, harca 1 dəqiqə vaxt qalıb. Sola sıx şapaz. 1 dəqiqə vaxt qalıb. Sen sıkaslan indi. Yok bizden. Gözlə, nə varsa. Koyma. Ala. Nimi sakin. Nimi. Tamam. Başla. Elman.
Xaroş. Baxdı, gözlədi. Arxaya. Elman. Şahin. Kopyup sarı. İqlavoy. İqlavoy olacaq. Maga. Magadanski. Pas geçmedi Maga. Daha bir İqlavoy. Olsa girdi. Olsa girdi. İssətay. Şahin gol vurdu deyəsən, səhv etməmsə. Şahin 4-3. 4-3. Şahindən mi girdi, yoxsa rikoşet oldu? Tam dəqiq anlaya bilmədim. Hesab 4-3 oldu bir sözlə. Afran. Arxaya Mirzə. Rəşid Mirzəyev. Şahin. Maga. Magadanski. Arxaya. Elvin. Qapçıyız yerində. Birinci hissə bitdi. Qısa fasilədən sonra yenə də bir yerdəyik. Heç yana getməyin. Like girin, abunə olun, paylaşın. Hörmətli izləyicilər, kanalımızın abunəçiləri, ikinci hissəyə başlayırıq. Birinci hissədən sonra hesab gördüğünüz kimi 4 düşdü. Hesab 4 düşdü, 2012'lerin xeyrinədir. Və indi 2011'lər yəqin ki, ikinci hissədə maksimum dərəcədə ortaya güc qoyacaq ki, bu oyunun taleyini özlərinin xeyrinə dəyişsinlər. Amma hələ çətindir bu. Əlbəttə ki, bu bir çətin məsələdir. 2012'lər çox yaxşı babat oturubdu. Hücumda da, müdafiədə də yaxşı oturublar. Turaşaq. Qapıyap. Söyle Elvan çıxartdı Maliz. Bravo Elvan Maliz. Turaşaq tez başladı. Yunis. Turaşaq. Arxaya. Barbaya girdilər. Qələbirzə. Niyam. Soldan. Şah. Şah uzun bir diagonal türmə Orxan topu qəbul elədi. Dayandı, gözlədi, baxdı. Təzdən top Şaha qayıtdı. Şah. Qapıya qol. Bu da qol Şah. Tural Şah qol verdi. Dubl elədi Şah. Hesab da 4-4 oldu. Status quo bərpa olundu. Və yenidən hər şey komandalar üçün sıfırdan başlıyoruz. Sıfırdan. 4-4. 4-4'dü. Yop sağa. Qəşəng Elvin. İyi. Qapıya. Yaxıya. Alınmadı. Sağa getdi top. Saxladı, pası verdi. İzləri uzaqlaşdılar. Əks hücuma çıxa bilərmi yaşlılar? Çox gecikdilər. Şahin. Qələmirzə, Krasavçı, Qələmirzə. Pası verdi Qələmirzə. İyi. Hala Qələmirzə. Avıdıra. Ay səni. Ay. Avut qaralardı. Şah. Arxaya, Qabiya getdi top. Oy. Daha bir Qlavoy. Daha bir kün zərbəsi.
Daha bir gün zərbəsi olacaq. Troşaq. Topun arxasındadır. İçəri ötürmək. Və yenə də gün zərbəsi. Yenə də. Davamlı olaraq gün zərbələri biri-birinə əvəz edir. Arxaya Yunis. Yox, bu səfər Elman yerində. Elman uzun bir atış. Maga. Oldu da gol zərbə yaxşıdır bir də. Amma qola çevirənmədilər bunu. 4-4. Hesab 4-4'tü. Hesab 4-4'tü. Qələmirzə. Şax. Mərkəzə pas dəqiqdir. Elman başlayacaq özüm. Əfran. Zara gəldi. Köbotinski səhv. Köbotinski səhv və budur. Yunis 5 dəvrə. Sözün dedi bu oyunda 5-4. Hesabı ilk dəfə olaraq bu oyunda qaraların xeyrinə çevirir. İlk dəfə olaraq oyunda qaralar önə çıxır 5-4. Qələmirzə gedəcək. Baxdı gəlib. Sağa, iyi, Orxan. Alca da iyi. Ştanga. Bu səfər Ştanga imkan vermədi qol olsun. Elman. Elvin. Agara verirsən. Daha bir out yaşırlar. Elvin. Üçüncədilər. Keşmədi pas. Orxan. Bu ne bu? Bu ne böyle? İtiresinde antikvarlı bir top kabul etmeydi. Elman. Sola. Barbiye girdiler arkaya. Ayağa zərbə var idi. Şahin. Kopya. Sonra bloklandı zərbə. Şahin. Out. Yaşıllar out başlayacaq. Bir kasaniye. Yok. Turalşaq. Turalşaq özü irəliyir. Pas keçmə dəqiq olmadı. Barbiyə girdilər. Və fol. Və fol var idi. Stenka istiyorsunuz. Stenka gözlüyük. Fiti gözlüyük. Sağa. Alınmazdır bu. Şahin. Zərbəsini blokladılar. Uzaqlaşdırdı. Ay səni yağı. Elvin. Out. Elvin. Maga irəliyir. Maga. Sola. Yeppa. Zərbəsi dəqiq deyil. Yaşlılar indi geri dönüş eləməlidirlər ki bu oyundan məğlub ayrılmasın. Düzdür. Ümumiyyətcə yaşlılara da stupka eləyib. Rəqib onsuz da onlara şans verib. Çünki 4 nəfərdilər. Daha doğrusu 5'lər hal-hazırda. Yəni şans verib 50 oyun. Tak, sola. Yəni qaralar istəsə belə 6 nəfər oynaya bilərlər. Yəni qayda qanuna görə 6 nəfər oynaya bilərlər. Rəqibin azlıqda gəlməyindən asılı deyil o. Yəni heç kim məcbur deyil yəni rəqibə stupka eləsin bir oyuncu. Amma bu turnir dediyim kimi məzunlar arası olduğuna görə dostluq, qardaşlıq, bratlıq
Hamısı bu turnuvada var. Ona görə də bu turnuvada komandalar belə hallarda bir-birlərinə çalışırlar. Uzdubq eləsinlər. Düzdür, inanmıram ki, play-offda kimsə bir-birinə uzdubq eləsin, amma əsasda finalda, amma indi qrup mərhələsində bu oyun o qədər də əhəmiyyət daşımayan bir oyundur. Bildiyim qədərilə Xaroş Şahin fırlandı keçə bilmədi. Əfran topladı. Əfran sağa. Qapıçı Niyam yerində. Uzun bir atış. Tural topu ram edə bilmədi. Bilmədi Ram. Bugünkü oyunun baş hakimi Hüseynov Samir'di. Defa lisenziyalı, UEFA kategoriyalı, FIFA dərəcəli və AFA kvalifikasiyalı bir hakimdir. Profesionalistik bir hakimdir. Karyerasın 1990-cı illərdə başlayıb və bu illərə qədər də qurub. Sola. Arxaya. Elman. Sağdan. Elvin. Maga. Elman. Və bir daha Elvin. Yox. Dayaksız maçlar 3-cü çəvə ola bilər. Oyun burada 3-2 edir. Elman yerində. Elman çox hiləgəriz oyuncuyuz, qapıcıyız. Maga 2-2 edir. Maga Qəşək soldan topu gözləyən var. Qəşək Elman çox buraxdın. Qapıcı yerində. Qapıcı yenə də yerində. Qapıcı çox gözəl oynadı burada. Hər iki epizodda özünü yaxşı görsətdi, doğrultdu. Qala Mirza meydançadadır. Tural çıxıb. Qala Mirza. Rəşid topladı. Sağa. Murad. Rəşid qal. Qəşək kombinasiya idi. Əla kombinasiya 2 nəfərə burada qurdular. Və nəticəsində də hesab 6-4 oldu. 2 top fərqi ilə hal-hazırda qaralar öndədir. Və görə indi 2 topu yaşıllar qapata biləcəkmi? 2 top fərqi qapata biləcəkmi? Yoxsa elə bu məcrada da bu oyun davam edəcək. Komandaların turnir cədvəldəki vəziyyətindən heç xəbərim yoxdur açığım. Oyundan qabaq da məlumat verən olmadı. Niyam uzun bir pas idi, dəqiq deyil. İkinci isə təqribən 12 dəqiqə geridə qalıb. Maga. Şahin bloklandı zərbəsi. Maga. Tural. Elman. Elman yedi. Elman. Ay. Qəşək kombinasiya qurmuşlar hazırımızda. Murad sürat yığır. Murad yığır. Qəşək yedi. Murad. Pasçı da verdi. Yox. Qapıdan.
Qapıdan başlayır yaşlılar. Elvin. Elmanı qoşdu, Elman. Hoppa! Deydi. İstədi topu qapçının üstündən atsın. Amma ki, qapçı da fil qulağında yatmamışdı. Görürlər ki. Qala Mirzə. Qala Mirza. Mirza qala. Arxıya. Tələsir qapçıyız. Qapçıyız və tələsir burada. Şahinin zərbəsi Niyam yerində. Heç kim yoxdur. Magadanski. Səhv götürmə Magadanskidən. Murat topladı. Murat. Ama. Gəşi. Ama. Oy. Profesör Murat. İyi. Yağı. Elman. Oy. Söyleyeyim bak. Texi Elman. Elman. Özü gedəcək. Mərkəzdən irəliyə. Bazı verdi. Qaçama durmadı. İzləri. Topu qapçının üstə atmaq lazım idi. Rəşid. Gözəl bir arabası. Bu da gol. Və bu da gol. Murat gol vurdu. Bravo Murat. Bravo, bravissimo. 7-4. 7-4 oldu hesap. 7-4. Əla bir arapasıydı. Yaxşı çıxmışdı. Oyunçum. Qəşəng də gol vurdular. Qapçı yerində. Niyam belə topları bu günlər tay çətin bıraxa. Yorulov ümumiyyət. Morlov. Gözəl Elman. Ay səni burada qələbizə girdi. Yox. Bu ataka belə bu yetim. Oy. Səni. Neler oluyor neler. Ay səni. Ştraf. Göşestinko oynadılar. Orhan. Sola. Tural. Hoppa. İyi. Ay zəri alamadı. Yox. Değdi. Soldan səhv ötürmə və burada 2 nömrə çıxdılar. Arqa. Biraz döngəni yaxşı götürənmədi Orxan. Şahin topu yaxşı da qəbul elədi. Əfran sağa Magadanski sala get top. Hoppa! Ay! Sarı qapçı yerində. İqlavoya nə olacaq? Out. Out'a başlayın out. Maga bloklandı. Əks hücuma çıxa bilərlər Orxan dayandı, baxdı. Burada biraz anlaşmamazlıq oldu Yüngül Varenski. Burada top Trelli'de Şahin. Oho, neler oluyor. Kapçı yerinde. İyi olsun. Все. Spsat oldu. Oyuncusu spsat oldu. Qala Mirzə.
Tullan düş deyirlər, evet. Tullan düş. Yaxşı olacaq. Tullan düş yaxşı olacaq. Tullan düş deyir. Tullan düş sirkələnsin otursun yerinə. Sirkələnsin otursun yerinə. Elman arxaya. Helven sola get top. Wow, yo, хорош. Qəşəng. Və uzaqlaşdırdı. Helven. Maga. Helven. Vaxt ərir 2012'lər üçün vaxt ərir. Değdi. Uzun bir atış, kapı boşdu. İzale. Az qala girəcəkdim. Maga. Sola, Şahin. Çox riskli 2012'lər bu dəqiqələr. Deyə nə fərqi var ki? 7-4 uzdun ya 6-4. Ya 8-4 ya nə bilim 14. Şey qapıyıb normalni. Değdi. Bu zərbədə belə. Rəşid. Yaşlılar topa yələndi. Elman. Elman topladım. Arxaya. Maga. Kimə? Ünvansız bir ötürməydi. Mərkəzə Yunis. Qapıya bir zərbə idi və burada qapıcı topu bilərəkdən buraxdı. Elman. Tempo ikinci time'da. Ümumiyyətcə zəiflik deyərdim. Maga. Elman. Maga. Hoppa. Şahin. Maga. Elman. Krasavçik. Yox. Zərbəsi alınmadı Maga'nın. Maga'nın şu dışa reis. 7-4. 7-4 hesab. 3 top fərqi var oyunda. Orxan qapıcı yerində. Əfran Tural. Yox, bu topa qaçan deyildi Şahin. Orxan deyir atiyat. Diye topu atıyor. Yunis. Yanyam. Elman. Elman top keşfetti. Yunis. Şahin. Ünvan spasıydı bu. Daha doğrusu çatmadı ünvanla. Yunis. Oyunun bitməyə təqribən 3-4 dəqiqə vaxt qalıb. Hələ ki vəziyyət 7-4'dür. Vəziyyət 7-4'dür. Qaraların xeyrinə. Rəşid. Tural. Al sana. Daha bir gol. Mirzoyev. Mirzoyev gol vurdu. Mirzoyev. Özdükü var Mirzoyev. 8-4. 2 qat oldu fərq. 2 qat üstünlüyü var hesabda. Qaraların və yəqin ki də bu üstünlüyü də çətin ki qaralar əldən versin. Çətin ki üstünlüyü əldən versin qaralar. Əfran.
Qəşəng. Sağa, Maqab. Topu qram elədi Şahin. Şahin topadı. Yax, bu ünvansız pas idi. Şut 7-4. 8'dir. Ha? Şut məncə 7-4 olmalıdır. 7-4 olmalı, düzdürmü? 7. Hadi mən demə 7-4 olmalıdır. Mən bayaqdan deyirəm ha, bu 7-4 bilirəm. Daha ucu bu skorları da sayıram da mən birində. Allah. 7-5. 7. Uşaqlar orada birini artıq vurublar, 11'ini artıq vurublar. 8-5. 7-5'dir, 7-5'dir. Məndə tərsinə qalmayıb ki. Yox, yox, qollar sayılır ki. Qollar sayılır ki. Bu qola vurulur. 8. Yox, videodan sonra araşdırarıq, problem yox. Problem deyil, araşdırarıq. 6 dəqiqə işləmiş desəm, fərq var orada. Qapı gözləyəsə şama. Olsa da qutarır oyunu ki. 1-2 dəqiqə vaxt qalır. Az qala, az qala. Oyna. Qarda, yolda. Qırağa çıxır. Elman. Gol. Elman. 7-6 olmalı əslində qalsa, nəsə. Elman qol vurdu. Elman. Biraz burada hesabla bağlı biraz. Niye de razümen yarandı? 7-6 düzdü mü? Ha, o artıq. Ben deyirəm artıq yazılır burada hesab. Hesab 7-6. Kontrada. Axırıncı ataka. Şahin. Pas keçmədi. Kəmirzə. İyi. Все. Oyun bitti Akşim oyunun son fitini verdim. Bugünkü oyunda qalib tərəf Qaralaroğlu 2011'lər qalib gəldi. Təbrik edirik. Sonuncu oyun idi playoff qabağı. Və növbəti oyunlar playoffda olacaq. Tak ki like verin, abunə olun, paylaşın və gələn görüşlərdə sağ olun, sağlıqla qalın, sağlıqla qalın, sağlıqla neyin qalın. Uğurlar.